İşdən çıxmışıq və möhkəm acmışıq. Ürəyimizə də Ruslanın pizzası düşüb. Açdıq menyularına baxdıq, 2 dənə pizza dedik. Çünki biri ilə doymayacağımızı bilirəm. Biri bolonezli, biri də karnozo. 4 pendirli kalzon da götürdük. Fri kartof filan da öz yerində. Bir də özümüzü İtaliyada hiss edək deyə burrata pendiri də sifariş etdik. Sifariş bir balaca geç çatdı. Bu da yolların vəziyyətinə görədir. Ona görə də sifariş eləyəndə vaxt məsələsini gərək nəzərə alaydıq. Nəysə ki, kuryer özünü yetirdi və biz dəli bir acılıqla sifarişlərimizə hücum çəkdik. Hər iki pizzanın ilk dəfə dadına baxırdıq. Bolonezli pizzanı çox da bəyənmədim. Bilmirəm, ağız dadıma uyğun olmadı. Amma karnozo çox möhtəşəm idi. Can əti ilə hazırlanıb və İlk dəfədir belə fərqli pizza yoxlamış oldum. Buna 5 ulduz verirəm. Quattro formaggi calzone. Bu 4 pendirlə hazırlanır. Mozzarella, cheddar, parmezan və kif pendir. Çox spesifik dadı var. Desəm ki, bəyənmədim, yalan olar. Və mənim sevimli burrata pendirim. İçi qaymaqlı mozzarella kisəsi deyək. O qədər gözəl dadı var ki, düzdür, qiyməti çox da ucuz deyil, amma bu dada dəyər də yəni. İmkan olsa mütləq dadına baxın. Sifarişlərimiz 50 manat 30 qəpik tutdu. 3 manatda servis haqqı. Beləliklə bir payız axşamı bizim pizza sevgimiz toplam 53 manata başa gəldi. Bəlkə qiymət kiməsə görə baha, kiməsə görə normaldır, amma Ruslanın pizzaları həqiqətən seçilir. Gərək düzünü deyəsən. Grazie mille. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.